Elhamdülillah ve salatu ve selamu ala Resulillah əmmə ba'd. Esselamu aleykum ve rahmetullah. Bugündən etibarən biz Allahın izniyle mütemadi olarak Şafii fikri dersleri çekmeye başlayacağıq. Bu dersler kısa olacak, yani uzun çekmeyecek. Ancak birçok meseleleri ihtiva etmiş olacaktır. Burada bizim təqib edeceğimiz kitabın adı Qurratul Ayni fi Teshili ve Tekmileti li Elfazi Fethil Mu'ini. Qurratul Ayn'dir kitabın adı. İndonezyalı bir alimdir. Abdurrahim İbn Abdülmuğni. İndonezyalı alimdir. Kitabın adı Fit Teshili asanlaştırmadır. Ve Tekmileti ve tekmiledir, yani ziyadedir. Li Elfazi Fethil Mu'ini. Fethül Mu'in adlı kitabımız var. O kitabın hem asanlaştırılmış formasıdır, hem de onun üzerine ziyadedir. Demek ki Fethül Mu'in, Hindistanlı alimin, Malibari adlı bir alimin Şafii mezhebinde ikinci seviyede okudulan kitaplardan biridir. Bu alim, Hindistanlı bu alim, Şeyh İbn Hacer el-Heytemi rahmetullahi aleyhin tələbəsi olub. Ve hatta bu kitapta İbn Hacer'in kitaplarında olmayan görüşlerine de şahit olabilirsiniz. Necə? Yani tələbəsi dərsdə ondan nəql edir və onu kitabına qeyd edib. Ancaq kitab müəyyən dərəcədə çətindir, ibarələri qapalıdır. Ona görə də hal-hazırda oxuyacağımız kitab Fit Teshili li Elfazi Fethil Mu'ini. Fethül Mu'in adlı kitabın asanlaşdırılmış formasıdır. Və Tekmileti tekmilədir. Yəni üzərinə bəzi şeylər əlavə edəcək. Yəni bu kitab sadəcə Fethül Mu'in ilə yetinməyib. Hem Şirvani'den, İbn Qasım el-Abbadi'den, Şibr-i Məlisi'den, Şərqavi'den, birçok alimlerden, Məcmu'dan, Buceyrami'den ve birçok kitaplardan, haşiyelerden faydalanarak bu kitabı ərsəyə getirib. Ona göre de hem Fethül Mu'in kitabının asanlaştırılmış formasıdır ve eyni zamanda da burada tekmile vardır. Yani bazı əlavələr vardır. Ona göre de kitabın hem üslubu, hem mənhəci, hem məsələləri ələ alması çok güzel formada olduğu için bu kitabı seçmek kararına geldik. Bismillahirrahmanirrahim. Kitabus Salati. Namaz bölümü. Görürük ki bu kitap Fethül Mu'in'e tabi olarak diğer kitaplardan farklı bir üslup seçip. Nece? Diğer kitaplar başladıklarında temizlik bölümünden ve sulardan başlayır. Fethül Mu'in kitabı ise ona tabi olarak da bizim bu kitabımız namaz bölümünden başlayır. Bəli, Malibari diğer alimlere muhalif davranarak başka bir mənhəc seçir. Yani alimler ne deyirlər? Deyirlər ki, bu dünyada en önemli şeylerden biri nedir? İbadettir. İbadetler arasında da en önemlisi nedir? Namazdır. Bəs namaza çatmaq üçün ne lazımdır? Temizlik lazımdır. Bəs temizlik üçün vasitə nedir? Sudur. Elə isə sudan başlayırlar. Şeyh Malibari ise deyir ki, əsas olan nedir? İbadettir. Bəs ibadetler arasında da kıyamet günü kulun ilk sorguya çəkiləcəyi ibadət nedir? Deyir ki, namazdır. O zaman mən namazdan başlayıram. Sonra namazın şərtlərinə gəlir. Orada təharət bölümünden etibarən sulardan danışmağa başlayır. Yani ilk seçtiği mevzu namaz mevzusudur. Ona göre de Kitabus Salati diye başlayır. Namaz bölümü. وَمَا يَتَعَلَّقُ بِهَا مِنْ وَسَائِلِهَا وَمَقَاسِدِهَا. Onunla bağlı olan vəsilələr və məqsədlər. Bunların hamısını biz kısa görəcəyik inşallah. As-salatu luğatan ad-dua'u. As-salah kəlməsi, yəni ərəbcədə namaz salah deməkdir. As-salatu. Salat isə lüğət mənasında dua deməkdir. Və summiyət bidəlikə li-ictimaliha alayhi. Bəs salat kəlməsi dua deməkdirsə, şəriət niyə namaza salat adını verdi? Çünkü namazın içerisinde aynı zamanda da dua vardır. Namazdan məqsəd Allah Azza ve Celle'ye dua etmektir, ona yalvarmaktır. Ona göre de əsas məqsədi göz önünde tutarak bunun adı salah olarak, yani as-salat olarak verilmiştir. Ve şer'an, bəs şer'i olarak bunun tarifi nedir? Yani namazın tarifi nedir? Burada bir qeyd etmek istəyirəm. Kardeşler, bütün kitaplarda ve birçok kitaplarda farklı tarifler görebilirsiniz. Her bir tarif o kitabın yazarı tərəfindən doğru qəbul edilen tarif olsa da, diğer alimler tərəfindən o tarifte bir nöqsan aşkarlanabilir. O zaman da o tarife itiraz eder. Ama ümumi olarak tarifler müsəlləm sayılır. Yani qəbul edilen sayılırlar. Və şər'an, şər'i olarak namazın tarifi belədir. Aqvalun, sözlerden ibarətdir. Bəli, Fatihə oxuyuruq, təşəhhüd oxuyuruq, təkbirlər getiririk. Və əf'alun, feillerden ibarətdir. Rüküyə gedirik, səcdəyə gedirik, əllərimizi qaldırırıq. Muftatahatun bit təkbiri, təkbir ilə başlayandır. Allahu Ekber deyərək namaza daxil oluruq. Muxtatamatun bit təslimi, salam ilə bitəndir. Esselamu aleykum deyərək namazdan çıxırıq. Vəl aslu fi fardiyyətihə, bəs namaz dedik ki fərzdir. Namaz en önemli ibadettir.
Bunun fərz olmasının dəlili nədir? Qavluhu Teala, Allah Azze ve Celle'nin bu ayəsidir. Və aqimus salate, namazı iqamə edin. Görürük ki, burada Allah Azze ve Celle namazı iqamə edin deyərək əmr edir. Əl-əmru yufidu əl-vücubə, bizim qaydamızdır. Bir yerdə əmr varsa, bu vacibiyyət ifadə edir. Allah Azze ve Celle əmr edir, demək ki, bunun vacib olduğunu biz buradan alırıq. Və qavluhu Teala, və Allah Azze ve Celle'nin bu ayəsi də bunun dəlilidir. Hafizu alas-salavati was-salatil-vusta və qumu lillahi qanitin. Hafizu alas-salavati, namazlara davamlılıq göstərin. Və-salatil-vusta, xüsusilə orta namaza. Orta namaz haqqında müxtəlif görüşlər olsa da, əsas qəbul edilən görüşə görə orta namaz ikindi namazıdır. Onun önəminə görə, mühüm olduğuna görə ona vurğu edilmişdir. Və qumu lillahi qanitin. Və qumu lillahi, Allah üçün nə edin? Qaim olun, yəni ibadətlərinizi yerinə gətirin. Qanitin, ona itaat edərək, yəni ibadətlərinizdə ona üsyan edərək ibadət etməyin. Ona itaat edərək, boynunuzu bükərək ona nə edin? İbadətlərinizi yerinə gətirin. Bəziləri etiraz edirlər. Deyirlər ki, Quran-ı Kərimdə namaz vacibdir, fərzdir kəlməsi yoxdur. Qardaşlar, bu doğru bir şey deyildir. Bizim qaydalarımız var. Az öncə dediyimiz kimi. Və aqimus salate, namazı iqamə edin deyə bir əmir var. Əmir vacibiyyət ifadə edir. Bir də vacibdir deməyə gərək yoxdur. Amma əlavə olaraq Allah Azze ve Celle Quran-ı Kərimdə belə buyurur. İnnes-salate kanat alel-mu'minine kitaben mevquta. Həqiqətən namaz möminlər üzərinə müəyyən vaxtlarda yazılmışdır. Yazılmışdır, yəni fərz qılınmışdır deməkdir. Yazılmışdır, fərz qılınmışdır deməkdir. Və qad varada anin-nəbi sallallahu aleyhi və səlləm əhadisu kəsiratun sahihatun. Bu minvalda, yəni namazın fərz olması xüsusunda Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmdən bir çox səhih hədislər varid olmuşdur. Minhə, onlardan bəzisi və ya biri. Hədisu bu hədistir. Buniyəl İslamu alə xamsin. İslam 5 şey üzərinə bina edilmişdir, inşa edilmişdir. Şəhədəti ən la ilahə illallah və ənə Muhammedən Rasulullah. Allah'tan başqa haqq məbudun olmadığına və Muhammedin sallallahu aleyhi və səlləm Allah'ın Resulü olduğuna şahidlik etmək. İkincisi, və iqamis salati. Şəhadətdən sonra nəyə gətirdi? Namazı iqamə etmək, yəni namazı qılmaq. Sonra, və itaiz zəkati, zəkatı vermək. Və haccil beyti, Kəbəni həcc etmək, yəni həccə getmək. Və savmi Ramadana və Ramazan orucunu tutmaq. Demək ki, bunlar İslamın bünövrələridirlər. Şəhadət gətirmək, ondan sonra namaz qılmaq. Namaz qılmaq buna görə də fərzdir deyirik. Yəni bu da hədisdən dəlilimizdir. Bir çox dəlillərimiz var. Bu əsas dəlillərdən birisidir. Qardaşlar, dedik ki, namaz fərzdir. Fərzləri biz əslində iki qismə ayırırıq. Daha sonra da bunları görəcəyik. Ayni fərzlər, kifai fərzlər. Nə deməkdir ayni fərzlər? Ayni fərzlər, yəni hər bir şəxsin məsul olduğu, hər bir şəxsin müstəqil olaraq, yəni tək başına yerinə gətirilməli olduğu fərzlərdir. Kifai fərzlər isə, yəni ümum bundan məsuldur. Amma bir qismi bunu yerinə yetirsə, digərinin boynundan bu məsuliyyət düşər. Deyir ki, kitabımız, وَالصَّلَاتُ الْمَفْرُودَاتُ الْعَيْنِيَّةُ خَمْسٌ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ. Bir günün və gecəsində, yəni 24 saat ərzində ayni fərz namazlar 5'dir. 24 saat içərisində ayni fərz namazlar 5'dir. Yəni hər bir şəxsin müstəqil olaraq özünün yerinə yetirməsi olduğu namazlar. Yəni mən başqasının yerinə deyə bilmərəm ki, sən qılma, mən bunun günahını üstlənərəm. Sən qılma, mən sənin yerinə qılaram. Belə bir şey doğru deyildir. Ma'lumatun minəd-dini bid-darurati. Zəruri olaraq dindən bilinən şeydir. Yəni zəruri olaraq dindən bilinən şey demək, yəni dəlilləri o qədər qüvvətlidir ki, səndə zəruri bir elm meydana gətirir. Yəni sən artıq bu dəlillərə baxdıqdan sonra içində bu namazın fərz olduğuna dair bir şübhə qalmır. Buna görə də fəyəkfuru cahiduhə, kim bu namazı inkar edərsə, gündəlik 5 vaxt namazı inkar edərsə, fərz deyil deyərsə, fəyəkfuru, kafir olar. Və hiyə bi cümlətihə min xasaisi hədihil ümməti. O namazlar bütünü ilə bu ümmətə xasdır. Nə deməkdir? Yəni, gündəlik 5 vaxt namaz sadəcə bu ümmətə verilmişdir. Digər ümmətlərə, digər peyğəmbərlərə bunlar verilməmişdir. Etiraz edilə bilər, başqa peyğəmbərlərə də namaz verilmişdir. Bəli, biz deyirik ki,
bütünüyle beraber bizim ümmətə xasdır. Yəni hər hansı bir peyğəmbərə müəyyən bir vaxtda, yəni gündə bir vaxt namaz verilmiş ola bilər. Digər bir peyğəmbərə gündə bir vaxt və ya başqa bir vaxtda verilmiş ola bilər. Bu gündəlik 5 vaxt namaz bu şəkildə isə sadəcə bizim ümmətə verilmişdir. Bu şəkildə, bu formada daha öncəki ümmətlərdə namaz yoxdur. لأنها لم تجتمع لغير نبينا Muhammedin sallallahu aleyhi ve sellem. Dedi ki bütünüyle bu ümmete xasdır. Çünkü Peygamber Efendimiz sallallahu aleyhi ve sellem'den başka hiçbir peygamberde bu namazlar bu şekilde, bu formada toplanmamıştır. Yani onlara bu şekilde bunlar verilmemiştir. Bəs ne zaman fərz oldu? Ve furidat leyletel İsra'i. İsra gecesinde fərz oldu. İsra gecesinde fərz oldu. Ne vaxt? Ba'den nubuvveti, Peygamber Efendimiz sallallahu aleyhi ve selleme peygamberlik verildikten sonra bi'aşri sinine ve thelâthete eşhurin, 10 il 3 ay sonra Peygamber Efendimiz sallallahu aleyhi ve selleme peygamber verildikten 10 il 3 ay sonra İsra gecesinde ne olmuştur? Bu namaz farz kılınmıştır. Leylete 27 min Recep, Recep ayının 27. gecesi. وَلَمْ تَجِبْ صُبْحُ تِلْكَ اللَّيْلَةِ لِعَدَمِ الْعِلْمِ بِكَيْفِيَّتِهَا. Dedi ki İsra gecesinde bu namaz farz kılındı. Bəs o gecenin sübhünde sübh namazını kıldılar mı? Kılmadılar. Niye kılmadılar? Çünkü hele Cebrail gelip Peygamber Efendimiz sallallahu aleyhi ve selleme namazın keyfiyetini öğretmemiştir. Günorta namazından başlayarak namazı kılırlar. Çünkü günorta namazından önce Cebrail aleyhisselam gelir. Peygamber Efendimiz sallallahu aleyhi ve selleme namazın keyfiyetini öğretir. O da ümmetine öğretir, sahabelerine öğretir ve bu şekilde namaz kılırlar. İlk kılınan namaz nedir? Günorta namazıdır. Yani buna zöhr namazı deyirlər. Zuhur ne demektir? Zahara, bir şeyin ortaya çıkması demektir. Bir şeyin görünmesi, ortaya çıkması demektir. Alimlerimiz bunun hikmetinden danışıblar. Deyiblər ki, niye ilk kılınan namaz günorta namazı olur? Sebebinden değil, hikmetinden danışıblar. Ve deyiblər ki, daha doğrusu bəzisi belə deyib. Çünkü İslam dini diğer dinlerden üstün olacak. Diğer dinlerden öne çıkacak. Bütün ideologiyalardan öne çıkacak. Buna göre de buna işare olarak İslam'da kılınan ilk namaz zöhr namazı olup. Elhamdülillahi Rabbil alemin.